kalpleri tez tanıyır. Kamil olan yaradanın eksidir. Heydər tacı bu milletin sesidir. Önce Türkük deyip yola çıktık biz. Samur boyu kanla açıldı. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Kızıl gül verildi tikana gizli, dost kimdir düşman kim hele bilin mi? Sevgi bir sınavdı, tale bir oyun, bir yanı duadı bir yanı kandır. Dağlar titreyir, saraylar duman, nur zulmeti boğacak, yetişti zaman. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Başımızda hakkın nuru üzümüzde, zafer yazılıp onun sarsılmaz her sözünde. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Bismillah, Allah, 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 Bismillah. Təbriz Sarayı, Həşt Behişt kompleksində özəl otaq. Sarayın dərinliyində yalnız xatunlara məxsus olan, pəncərələri Bağı Şimalın qızıl güllərinə açılan bir otaqdır. Otaqdakı sükutu yalnız küncdəki gümüş buxurdandan yüksələn ətirli tüstü və uzaqdan gələn təmbur səsi pozur. Selcan xatun pəncərənin önündə dayanıb, gözləri kədərlə uzaqlara dikilib. Otağın qapısı yavaşca açılır və Səlcuq bəyim başında silsiləli gümüş tacı, üzündə həm hakimiyyətin, həm də gizli bir yorğunluğun izləri ilə içəri daxil olur. Ana, xoş gəldiniz. Gəlişiniz bu qaranlıq otağa nur gətirdi. Kızım, Selcan, niye tekliyə çəkilmişsin? Sabahın şənlikləri sənin qəlbinə yol tapa bilmir. Necə şad olum, ana. Sultan Yaqubun gözlərində artıq özümü görmürəm. O Şirvan qızının parıltısına elə qərq olub ki, mənim varlığım bu sarayın divarlarındakı köhnə naxışlar kimi unudulur. Aradakı bu soyuqluq məni yandırır. Qorxuram ki, bu sükut təkcə mənim deyil, Yaqubun taxtının və bu dövlətin də təməllərini sarsıtsın. Haklısın kızım. Dövlət bir bədəndir. Saraydakı huzur onun ruhudur. Əgər ruh incisə, bədən də zəifləyər. Mən sənə son vaxtlar çox sərt davrandım. Bəlkə də arada səni incitdim. Amma bil ki, hökmdar anası olmaq bəzən öz qəlbinə daş bağlamaqdır. Mən yalnız Yaqubu sevirəm, ana. Onun dövləti üçün hər şeyimdən keçməyə hazıram. Amma Gövhər xatının varlığı, o
sanki bura sülh gətirmək üçün deyil, bizi bir-birimizə düşmən etmək üçün gəlib. Qulaq as Selcan. Mən Gövhər xatına nə qədər nodum desəm də, qəlbimin dərinliyində ona güvənmirəm. Mən onunla gələn hər kölgəni izləyirəm. Onunla izdivac Yaqubun eşqi deyil. Sultan Yaqub və Fərrux Yassar arasında siyasi zərurətdir. Bu evlilik yalnız Şeyx Heydərin qüdrətini boğmaq və iki dövlət arasında müttəfiqlik yaratmaq üçün qurulmuş bir körpüdür. Yəni siz də ona şübhə ilə baxırsınız? Şübhə hökümdarın yastığıdır qızım. Gövhər bu sarayda bir körpüdürsə, mən o körpüdən keçən hər addımı sayıram. Yaqub indi gəncliyin və ehtirasın təsiri altındadır. Amma o bayan doğranı daşıyır. Gec-tez anlayacaq ki, dövlətin həqiqi dayağı Şirvanın hiləgər qızı deyil, ona sadiq olan sən və sənin atan Süleyman bəy biçin oğludur. Sən mənim əsl qızımsan Selcan. Bu sarayda keçici küləklər çox olar, amma mülkün kökü bizik. Otağın ağır palıd qapısı bir barmaq qədər aralıdır. Qapının arxasındakı qaranlıq dəhlizdə bir qaraltı tərpənir. Pərdənin kölgəsində dayanıb, nəfəsini belə çəkmədən içəridəki söhbəti dinləyir. Onun üzündəki nəzakətli gülümsəmə yox olub, yerini buz kimi soyuq bir nifrətə verib. Gövhər sarıcı bir alətdir. Vaxtı gələndə o alət öz işini bitirəcək və Yaqub yenidən sənin dizlərinə baş qoyacaq. O vaxta qədər səbr et qızım, səbr et. Gövhər xatunun gözləri qəzəblə alovlanır. O barmaqları ilə divardakı naxışları sıxır. Onun dodaqları səssizcə tərpənir. Demək mən bir alətəm. Demək mən keçici küləyəm. Siz məni bir körpü sandınız, amma mən o körpünü altınızda yandıracağam. Səlcuq Şah bəyim, sən öz qızınla mənim ölüm fərmanımı imzaladın. İndi mən elə bir tor quracağam ki, o sadiq dediyin Selcanla sənin arandakı bu bağı öz əllərinlə kəsəcəksən. Yaqubun qəlbində də, Təbrizin taxtında da yalnız mən qalacağam. Sizi bir-birinizə, Yaqubu isə hamınıza düşmən edəcəyəm. Gövhər xatun kölgə kimi səssizcə dəhlizdə yox olur. İçəridə isə Selcan xatun Səlcuqşah bəyimin çiyinlərinə baş qoyub təsəlli tapır. Onlar hələ bilmirlər ki, qapının arxasından keçən o külək artıq bütün sarayı bürüyəcək böyük bir fırtınanın başlanğıcıdır. Savalan dağının ətrafı, Səfəvi düşərgəsi, axşamüstü. Günəş qanlı rəngini Savalanın qarlı zirvələrinə çiliyərək batır. Meşənin kənarında, qayalıqların kölgəsində qızılbaş süvariləri müvəqqəti düşərgə salıblar. Taci Heydəri, qırmızı çalma taxmış döyüşçülər qılınclarını itiliyir, bəziləri isə sükutla zikr edirlər. Mərkəzdə Şeyx Heydərin çadırının önündə böyük bir tonqal yanır. Şeyx yanında Hüseyin bəy Şamlı olmaqla qattalanan masanın üzərindəki xəritəyə baxır. Onlar meşədəki hücumdan sonra Şahmaranın izinə düşüblər. Birdən Əbu Musa bir neçə silahlı müridlə birlikdə əlləri bağlanmış 3 dərvişi itələyərək şeyxin hüzuruna gətirir. Bu dərvişlər Əbu Musanın Ərdəbil xəzinəsindən qızıl oğurladığını görən həmin insanlardır. Mürşidi kamilimiz, Haqqın nuru adına bu ocağın çörəyini yeyib düşmənə nökərlik edən xainləri tapdım. Bu alçaqlar o meşədə yolumuzu kəsən quldurbaşı Şahmaranın gizli müttəfiqləridir. Şeyxim, yalandır. Biz sizin yolunuzun sadiqiyik. Biz Əbu Musanı xəzinənin yanında görəndə... Sus ey iblis nökəri! Şeyxim, bunlar Şahmarandan qızıl alıb bizim hər addımımızı ona xəbər verirlər. Onların çantalarından Şahmaranın adamlarının istifadə etdiyi xristiyan nişanələri tapıldı. Əslində bu nişanələri oraya Əbu Musa özü qoyub. Mürşidim,
icazə verin, haqq yolunda fitnə salan bu mürdarların boynunu elə buradaca vuraq. Xəyanət bu ocaqda kök salmamalıdır. Hüseyin bəy Şamlı əlini qılıncına atır, amma Şeyx Heydər sükutunu pozmur. Onun baxışları tonqalın alovunda deyil, Əbu Musanın gözlərinin dərinliyindədir. Sasan Keyxosrov mənə düşmən bəlkə də öz içindədir deyəndə, mən hər kəlmənin arxasındakı nuru və zülməti görməyə çalışdım, Əbu Musa. Sən deyirsən ki, bu dərvişlər Şahmaran adamdır? Bəli, şeyxim, Şahmaran quldur deyil. O, Xristiyan dünyasının və Şirvanın gizli qılıncıdır. Bu adamlar isə o qılıncın sapıdır. Ələsməyək Əbu Musa. Bizim yolumuz həm də ədalət yoludur. Mən bu dərvişləri illərdir tanıyıram. Onların zikri səmimi, ürəkləri pak idi. Əgər Şahmaran doğrudan da bu ocağa göz dikibsə, onu tutmaq artıq fərzdir. Şeyxim, geciksək, digər casuslar qaçacaq. Fitnə toxumu bütün düşkəriyyəyə yayılar. Şahmaranı diri tutacaq. Onu bura gətirib bu dərvişlərlə üz-üzə qoyacağam. Qoy quldurbaşı özü desin ki, bu adamlar kimdir? Əgər Şahmaran onların xain olduğunu təsdiqləsə, qılıncım rəhim bilməyəcək. Amma o vaxta qədər bu adamları Hüseyin bəy Şamlının xüsusi nəzarətinə verin. Heç kim onlara toxunmasın. Əbu Musanın üzü ağarır, dişlərini elə sıxır ki, kənə sümüyü görünür. O, şeyxin bu təmkinini gözləmirdi. Əgər Şahmaran tutulsa, Əbu Musanın bütün planı, oğurladığı qızıllar və Şirvanla olan gizli əlaqəsi üzə çıxacaq. Sizin hər əmriniz bizim üçün hikmətdir, şeyxim. Meşənin dərinliyi, gecə, şeyx yatdıqdan sonra. Əbu Musa düşərgədən kölgə kimi sivişib çıxır. O, meşənin qaranlığında sürətlə irəliləyir. Qəlbində həm qorxu, həm də Heydərə qarşı boğulmuş bir nifrət var. O, Şahmaranın gizləndiyi qayalıqlara doğru qaçır. Onun beynində yalnız bir fikir dolanır. Şahmaran şeyxə əsir düşməməlidir. Ya Şahmaran ölməlidir, ya da Şeyx Heydər dərhal Şirvanın oxçularının gözlədiyi tələyə çəkilməlidir. Heydər, sən nurdan danışırsan, amma o nur indi səni kör edir. Əgər Şahmaran danışsa, mənim tacik dövləti xəyalım bu dağlarda bastırılacaq. Gərək Şahmaranı xəbərdar edim. Şeyx artıq dua ilə yox, qətiyyətlə gəlir. Bu oyun ya Şirvanda bitəcək, ya da mənim xəncərimin ucunda. Əbu Musa qaranlıq ağacların arasında yox olur. Uzaqda, Savalanın ətəyində bir bayquşun səsi gəlir. Sanki bu, yaxınlaşan qanlı üzləşmənin carçısıdır.